Deməli bir axşam taksidən düşüb payıza, bilmədik haraya, hayana gedək, özümüzü verdik axşama. Bəs axşam bizə nə verdi deyə soruşsaz, indi deyəcəm. Əvvəlcə ondan başlayayım ki, burada ilk dəfədə oluram. Hər şeyin ilki unudulmaz olur. Buranı da unutmayacağıq. Məkanda ən çox xoşuma gələn şeylərdən biri mətbəxin müştərilərə açıq olmasıdır. Hər restoranın bu cür cəsarəti olmur. Yəni hər şey göz qabağındadır. Keçək yeməklərə. Soyuq qəlyanaltıları normaldır, yəni standart. Amma 2 salat bizi bizdən aldı. Badımcan əzməsi və badımcanlı axşam salatı. Mənim kimi badımcan sevməyən adam bunlardan doymadım. Xüsusən axşam salatı həqiqətən ləzzətli hazırlanmışdı. Badımcanlı, kələmli, ətli, göbələkli, narlı və qozlu tərkibi ilə elə bir dad harmoniyası yaratmışdı ki, inanın, təkcə buna görə bura yenə gələrəm. Qiyməti 10 manatdır. Sonra kabablar gəldi. Qeyd edeyim ki, burada 59 manata sərfəli kabab seti var. Bax bu görüntülərdə süfrədə gördüyünüz hər şey qiymətə daxildir. Kabablardan tikəni xüsusilə fərqləndirərdim. Hər yerdə tikə belə yumşaq pişmir. Ət dişlərimizə çatmamış tikə-tikə olurdu. Hələ mən sizə sonda gələn odlu, alovlu möcüzədən danışmıram. Bu nədirsə, bu dəhşətli bir şeydir. Üstü antrikotlu, kənarları almalı, içi çedar pendirli, qaymaqda bişən narlı, ətli, göbələkli bir möcüzə. 2 nəfərlik porsun qiyməti 29 manatdır. Məkanın istənilən qonaq sayına uyğun qəşəng kabinetləri də var. Üstəlik kabinetlərdən açılan mənzərə heyrətamizdir. Bura botanika bağının yaxınlığında, qurd qapısı ilə üzbəyüz yerləşir. Restoranın menyusu və qiymətləri ilə daha ətraflı Instagram hesablarında tanış ola bilərsiniz. Bir sözlə, axşamlar oturmağa yer axtarsaz, buranı mütləq kəşf eləyin. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.